İmam Həsən əleyhissalam buyurub, süfrənin 12 qaydası var ki, hər bir müsəlman onları bilməlidir. Onların 4'ü vacib, 4'ü sünnə, müstəhəb, 4'ü isə ədəbə riayət etməkdir. Vacib olan 4'ü mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükür etmək. Sünnə olan 4'ü yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, 3 barmaqla yemək və barmaqları yalamaq. Ədəbə görə olanlar isə qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və cəmaatın üzünə az baxmaqdan ibarətdir. Zehnin itiliyi ilə çox yemək bir yerə sığışmaz. Qarın halal yeməklərlə dolu olsa belə, qəlb xeyir və məsləhətli şeyləri görməkdə kör olar. Toxluq pəhrizkarlığı kör edər. Toxluq günahlar üçün necə də yaxşı yoldaşdır. İmam Hadi əleyhissalam buyurub, gecə oyaq qalmaq yuxunu ürəyə yatan edir, aclıq isə yeməyi ləzzətli edir. İmam Rıza əleyhissalam buyurub, kim sağlam, həmçinin arıq və çevik bədən sahibi olmaq istəyirsə, axşam yeməyini azaltsın. İmam Sadiq əleyhissalam Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin qadağan etdiyi şeylər barəsində atalarından nəql etdiyi hədisində Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib. Möminin qəlbi üçün çox yeməkdən ziyanlı bir şey yoxdur. Çox yemək 2 şeyə səbəb olar: daş ürəkliliyə və şəhvətin oyanmasına. Kim yeməkdən əvvəl və sonra əllərini yusa, həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki sağdır, rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar. Qablarınızı qapaqsız qoymayın, çünki qabların ağzı örtülü olmayanda şeytan onlara ağız suyu atır və onların içindən istədiyini götürür. İmam Kazimdən alçaq adam barəsində sual soruşduqda, o həzrət buyurdu: küçədə, bazarda bir şey yeyən adam. Nəql edilib ki, süfrədə oturmağı uzadın, çünki həmin müddət sizin ömrünüzdən hesab edilmir.